Şeqlamdır bu vurduğu mənlik. Soruşasınız yəqin indi. Pulla da kirayə, əlbəttə pulsuz deyil. 4 qız qalırıq. 4 qız arasında bölürük. Amma da nə qədər olduğunu deməyəcəm də. Bundan istadıram. 622 balla daxil olmuşam. Hüquqa həqiqətən həvəsi olmayanların daxil olmağını tövsiyə eləmirəm. Əgər çox ürəyinizdən keçirsə, çox özünüzün hüquqi, analitik düşüncəniz varsa, nə bilim, кейsləri izləməyi, orada nəsə çıxartmağı falan sevirsinizsə daxil olun. Yoxsa bu dırnaqlarıma baxın, buyurun. Həvəsiniz yoxdursa, Şah İsmail qrup yoldaşımdır, bəli. Çox ağıllıdır. Çox ağıllı bir insandır deyim. Məsələn, məndə onun hüquq düşüncəsi olsa, o hüquq məsələn, o cəhətdən hüquq oxumaq yaxşıdır. Amma məndə əzbərçilikdir deyə, belə ona görə də çox da sevmirəm hüququ. Bu şeyin neydi əstəğfurullah, Beşikadan o qədər şeyin demişəm ki dünəndən. Nə, teni o itirdim uca. Tanaynim budur, gözləyin. Ay, bu. İndi əsas məsələ lineri çəkməkdir. Lineri sizə baxa-baxa çəkə bilməyəcəm. Yanı da gedəndə ürəyiniz sıxılacaq. Linerim hardadır, elə bir tapım. Linerimi göstərim hansı olduğunu. Budur bu. Şuşalıyam. Laryanın tananisi yaxşıdır, amma şey olası gərək. Yağlı dəriyə yaxşı deyil. Mən yağlı dəriyəm əslində. Güzgü tapdım. Bəlkə bu güzgü də çəkim. Yağlı dəri üçün yaxşı deyil, çünki çox yağlıdır. Belə bəlkə çəkə bildim. Baxın, birinci belə bir xət qoyuram. Oy, çox uzun çəkdim burada çəkdiyim üçün. Belə bir xət qoydum mu? Sonra buradan tutacağım bu ucundan, bura doğru birləşdirəcəm. Çox kötü çəkdim şu an. Çünki burada çəkmək olmur. 700 nəfər var. Baxın, bir tərəfini çəkmişəm, amma çox kötü. Aysel takip eləyin moderatorumu, o sabitlənəni. Çox şirindir kendiləri, çox da gözəldir. Oldu gibi ya, bilemedim. Gərək güzgüdə çəkərdim. Nəysə, bu bir gözüm. Görmürəm yazdıqlarınızda. Bazı ten dedi, nə istifadə edirəm, nə qəşəng, çox sağ ol. Budur tenim, Revolution'dan. Amma gözünüzün ortası elə bir ki, orta hissəsindən götürün xətti. Burada mən ancaq özümə çəkə bilirəm. Baxın, belə bir xət çəkirəm birincisi. Sonra bu hissədən götürüb ona birləşdirirəm. Bu arada mənim kirpiklərim demək olar ki, bir aya yaxındır, düzəlib. Ona rəğmən görün, nətər yaxşı qalıb. Kimsə yazıb linersiz qəşəng idi. Lineri nə gündə çəkdim çünki. Bu arada mənim bir dönəmim var idi, linersiz çölə çıxmırdım. Güzgüdə baxaq indi. Görsün, güzgüdə bunu düzəldim. Əslində pis deyil axı elə də. Neden öyle dediniz ki? Oldu bence. Olmadı mı? Peki. Ten hansı rəngləri? İndi göstərərəm. Lineri qutarım. Nəysə, lineri burada çəkdim deyə ürəyimiz olmadı. Göz altımda o qədər əllədim ki, pudra izləri və barmaqlarımın izləri qalıb. Bunun qapağında burada və heç yerə paltar seçməmişəm. Mənə də atın. Bilmirəm necə inəcəm. Budur, baxın.
Tenim. Hansı rəngləri istifadə elədim də gəlin bir göstərim. Deməli, altdan birinci, burada qızlar qalsın da ancaq. Dırnaq modeli. Baxın, dırnağım belədir. Birinci bunu vurdum. Altdan hafif bir bənövşəyi fason bir rəngdir. Bir də bu çəhrayının yanında. Sonra çəhrayı vurdum. Sonra da biraz bu tünd rəngi vurdum. Üstünə də zər vurdum. Buradakı zəri. Bakın, bakın.